Aynurənin egosunu tətmin eləməkdirsə, bilirsiniz, mən çox əla bir natiqəm, mən çox super danışıram, hamınızı öyrədərəm. Bu şəkildə sətiraltı əgər mesajlar ötürürəmsə, oradan çıxanda heç kəs məni bəyənməyəcək. Əziz dinləyicilərimiz, Zaman Maşınında səyahətimiz davam edir. Bugün yaxşı, gözəl, oturuşmuş nitq barədə danışırıq. Bu cür nitqə sahib olmaq üçün nə etmək lazımdır? Natiqlik təlimçisi kimdir? Nəyi öyrədir yetkin insanlara? Bu barədə söhbətimiz və bunu müzakirə etmək üçün natiqlik təlimçisi Aynurə xanım Qayınbəyevanı verilişimizə dəvət etmişik. Siz məni nigar eşidirsiniz və Aynurə xanım, gözəl nitq, bax bayaq fasiləyə qədər ki, söhbətimizdə siz dediniz ki, bədii ədəbiyyat oxumaq lazımdır söz bazasını genişləndirmək üçün, daha yaxşı nitqə sahib olmaq üçün. Amma məncə burada da müəyyən nüanslar, müəyyən incə məqamlar var. Mən də əksər hallarda rus dilində oxuyuram bədii ədəbiyyatı. Mənə bu daha yaxındır, daha anlaşılandır mənim üçün. Amma bu demək deyil ki, mən Azərbaycan dilində danışmaqda, fikrimi ifadə etməkdə çətinlik çəkirəm. Eşitdiyiniz kimi kifayət qədər yaxşı danışıram. Və məncə sizin nə oxuduğunuza da bağlıdır bu. Məsələn, klassik ədəbiyyat oxuyan insan nitqində artıq arxaizmə çevrilmiş sözlərdən istifadə edə bilər, ehtimal yüksəkdir. 60-cılar ədəbi nəslinin yazdıqlarını oxuyanlar daha çox o şəhər danışığı bayaq dediyiniz məhz Bakı ləhcəsi yox. Çünki Bakı ləhcəsi bəzən, bəli, insanlarda belə bir səhv stereotip fikir formalaşır ki, ləhcə ilə danışmaq deyəndə nəyə görəsə yalnız rayon ləhcəsi nəzərdə tutulur. Amma şəhər danışığı tamamilə fərqlidir. Bakının kəndləri, məsələn, Buzovna sakinlərinin danışdığını Maşdağa sakinləri başa düşməyə bilər. O qədər ləhcə fərqi var. Şəhər danışığından söhbət gedir. Yəni müasir insanın danışıq tərzindən söhbət gedir. Burada heç də rayon, şəhər, qarşıdurması yaratmaq fikri yoxdur heç kimin. Və sizin hansı kitabı oxumanızdan asılı olaraq sizin nitqiniz formalaşır. Məsələn, mən dedim ki, rus dilində oxuyuram əsasən bədii kitabları, amma bu demək deyil ki, Azərbaycan dilində mən sözlərimi çatdırmaq istəyəndə hansısa bir sözü tapmaqda çətinlik çəkirəm. Məncə bu nitq bacarığı, söz bazası insanda məktəb illərində formalaşır. Çünki biz müxtəlif fənlər öyrənirik məktəbdə. Azərbaycan dilində təhsil almağımızın da burada öz rolu var. Mən Azərbaycan dilində təhsil almışam, amma rus dilində mükəmməl bilirəm. Yəni bu da öz rolunu oynayır bizim söz bazamızda. Çünki məsələn rus dilində təhsil alanlar bəzən görürsünüz ki, Azərbaycan dilində həm danışmaqda çətinlik çəkirlər, həm də söz tapmaqda çətinlik çəkirlər. Bundan başqa, bax biz dedik ki, İnsan yaxşı danışmağı bacarmalıdır özünü ifadə etmək üçün. Xüsusilə əgər onun bir məqsədi varsa həyatda, öz fikrini digər insanlara çatdırmaq istəyirsə, yaxşı danışmağı bacarmalıdır. Amma baxır ki, necə danışır? Məncə yaxşı natiqin gestikulyasiyası, sözün emosional qalxıb enmələri də öz rolunu oynayır burada. Məsələn, elə natiq ola bilər ki, o danışmağa başlayan andan mənim diqqətimi cəlb etməsin və onun danışdıqları bəlkə də çox vacib bir mesaj çatdıracaq mənə, amma mənə darıxdırıcı gəlsin. Elə natiq ola bilər ki, ilk sözündən elə ifadələrdən istifadə etsin və mənim diqqətimi elə cəlb etsin ki, mən onu sona qədər dinləyim, bəlkə heç bir məna yükü olmasa da onun nitqində. Bax, bunları özündə tərbiyələndirmək üçün nələrə sahib olmaq lazımdır və yəqin ki, səhnə qorxusu da var burada. Bu səddi də aşmaq lazımdır. Auditoriya qarşısına çıxış etmək qorxusu var. Bu baxımdan biz radio aparıcıların bəxti gətirib. Çünki biz həmişə xəyali dinləyici üçün danışırıq. Hər radio aparıcı özü üçün bir xəyali obraz düşünüb onun üçün danışır. Və bizə kənardan baxanda çox qəribə görünür. Elə bilin ki, biz özümüz özümüzə danışırıq. Amma elə insanlar var ki, onlar böyük auditoriya qarşısına çıxış edirlər. O səhnə qorxusunu dəf etmək üçün nə etmək lazımdır? Nigar xanım, birinci hissəyə qayıtmaq istəyirəm. Dediniz ki, elə natiq var ki, onun danışığında məni heç nə cəlb eləmir. Yəni monoton danışacaq, bədən dili çox maraqsız olacaq. Demək ki, həmin adam hələ ki natiq deyil. Çünki natiq kimdir? Auditoriyanın diqqətini özünə cəlb eləyə bilən, onları hansısa bir məqamda özünə məcburən baxdıra bilən və dinlədilən bir insandır. Bizim danışıq tərzimizdə verbal ötürdüyümüz, yəni sözlə ötürdüyümüz cəmi 7% məzmun var. Qalan 93%-i biz bədən dili, jest, mimika, səs tonu, intonasiya, məntiqi vurğu bunu ilə ötürürük.
və mən nə qədər də gözəl mənbələrdən gedib belə dərin məlumatlar öyrənib gəlib durub salam, mən sizə danışmaq istəyirəm ki, 7 dəqiqə. Sonra insanlar yuxuya gedəcək. Çünki monoton danışıq tərzi insanı yatızdırır. Və ona görə də sən səhnədə nə dərəcədə aktivsən, nə dərəcədə öz auditoriyanı düşünürsən, sənin bədən dilin həddindən artıq aktiv də olanda bu insanlarda aqressiya oyada bilər. Bu daha rabitəli olmalıdır. Sənin durduğun yerə uyğun, qarşındakı insanlara uyğun və çıxış zamanı həyəcanı da sən məhz həmin ərazidə artıq yaradıcı beyində olanda aşırsan. Çünki əgər mən mövzumda hansısa boşluqlar varsa və yaxud da özümdən narazıyamsa, bu zaman bu mənə həyəcan verəcək. Həyəcan verəndə mən mövzunu unudacam, ondan sonra ürək döyüntüm artacaq, həyəcan artacaq, nitqim də özünü biruzə verəcək və keyfiyyətsiz nitq və bizdən narazı olan dinləyicilər və yaxud da tamaşaçılar olacaq. Ona görə də çox vacibdir. Mən birinci həmişə deyirəm ki, niyyətiniz nədir? Bax, insanlar gəlirlər, məndən də yaşca böyük insanlar gəlir ki, biz hazırlaşırıq, məsələn, təqdimat olacaq, mən spiker olacağam. Birinci deyirəm ki, mövzunuz nədir, niyyətiniz nədir, nə çatdırmaq istəyirsiniz, auditoriyanız kimdir? Biz auditoriyamızı tanımalıyıq, onlara faydalı olmalıyıq. Yəni, əgər mənim məqsədim ora çıxanda faydalı olmaq deyilsə, insanlara hansı informasiyanı ötürmək deyilsə, heç olmasa 1 saatlıq da olsa, hətta 15 dəqiqəlik çıxış da olsa, onlara nəsə ötürmək deyilsə, ancaq Aynurənin egosunu tətmin eləməkdirsə, bilirsiniz, mən çox əla bir natiqəm, mən çox super danışıram, hamınızı öyrədərəm. Bu şəkildə sətiraltı əgər mesajlar ötürürəmsə, oradan çıxanda heç kəs məni bəyənməyəcək. Yəni, niyyət çox vacibdir. Mən çıxıram, birincisi rahat oluram, çünki özüm üçün çalışmıram, onlar üçün çalışıram. Mən maksimum hər dəfə çıxanda deyirəm, bizim 30 dəqiqə vaxtımız var və yaxud da 40 dəqiqə vaxtımız var. Həmin bu 1 saat ərzində və yaxud da deyirəm ki, məqsədimiz bu olacaq ki, sizə həmin mövzu haqqında ətraflı məlumat verim. Nə suallarınız varsa və interaktivlik. Mənim üçün çox vacibdir ki, auditoriyanın prosesdə hansı sualı yarandı, bu geri dönüş eləsinlər. Çünki mövzudan mövzuya keçirik və əsas olan onların boşluqlarını doldurmaqdır. Yəni, mənim ürəyimdən gələnləri danışmaq deyil. O zaman mənə elə gəlir, hər şey öz qaydasında gedəcək. Və sualın ikinci hissəsinə gəlsək, auditoriya qorxusunu dəf etmək və məsələn, həyəcanlanmamaq üçün nə etmək lazımdır? Mən öz təqdimatıma çox yaxşı hazırlaşmışam, çox yaxşı bilirəm öz sahəmi və bunun auditoriya qarşısında təqdim etməliyəm necəsə. Amma elə ola bilər ki, auditoriya mənim gözlədiyim effekti verməsin mənə. Tamamilə fərqli. Mən bilməm, axı orada məsələn 70 nəfər oturub, 100 nəfər oturub, 150 nəfər oturub və yaxud da nə bilim 3 nəfər oturub. Onların reaksiyası həmişə gözlənilməzdir. Elə auditoriya ola bilər ki, yəni siz yəqin ki, belədir də, əvvəlcədən müəyyənləşdirə bilməz ki, hansı reaksiya ilə qarşılaşacaqsınız. İnsan o auditoriya qorxusunu necə dəf etməlidir? Böyüklə qarşısına çıxış etmək qorxusunu necə? Bu özünə əminlik hissidir, yoxsa mən kifayət qədər bilikliyəm hissinin verdiyi özgüvəndir? Nədir o? Bax, necə dəf edək o hissi? Birincisi, baxın, əgər texniki tərəflərə keçsək, xüsusi nəfəs texnikaları var ki, biz bunların öhdəsindən gələ bilirik. Bəli, nəfəsi tuturuq, yəqin ki, sizin də məlumatınız var. Nəfəsi tuturuq, 4-ə qədər sayırıq, alırıq, 4-ə qədər sayırıq, tuturuq, sonra 4-ə qədər sayırıq, yavaşca veririk. Yəni, nəfəs texnikaları həddindən artıq çoxdur və nəfəsi alanda burada məqsəd nədir? Diqqəti kənara yox, içimizə yönəldirik. Mən nəfəsi alanda artıq diqqətim burnumdan aldığım nəfəsə gedir. Həmin vaxtda mən ətrafda olan bütün həyəcanı söndürürəm. İndi təəssüf ki, bizim buna imkanımız yoxdur. Çıxış zamanı həyəcanı dəf etmək üçün mən həm də coaching təlimləri almışam, psixologiya, psixoterapiya. Yəni mənim mütləq ki, təlimlərim bir tandem əsasında keçir. Texniki tərəfləri keçirik, sonra nitqin psixoloji tərəflərini keçirik ki, yaxşı, mən mövzunu bilirəm, bəs niyə yenə də həyəcanlanıram? Burada problem nədir? Nədən qorxuram? Bu Azərbaycanda ən birinci birisi nədir? Biabır olmaq qorxusu. Birdən mən biabır olaram. Bax, bu məsələlər ortaya çıxır ki, burada da nədən biabır olarsınız? Tutaq ki, mən çıxdım səhnəyə, yıxıldım. Mən də sonra qalxacam da, düzdürmü? Yox, ondan sonra mən insan içinə çıxa bilmərəm. Yəni, beynimizi o şəkilə gətirib çıxarırıq ki, dəyərsizləşdiririk orada ola biləcək hadisələri və bu biraz artıq şuuraltının işinə gəlir ki,
mən səhnəyə çıxdım. Ən pis nə ola bilər? Sözümü unudaram, yaxşı. Sonra nə baş verər? Auditoriya məni bəyənməz. Mən şəxsən öz təcrübəmdən deyim. Elə vaxt olub ki, mən getmişəm, adətən deyirəm, soruşuram auditoriyam neçə yaşlıdır, zal nə rəngdə olacaq. Əgər imkan varsa, mütləq bir gün əvvəl gedin, bir məkana toxunun. Mən hər dəfə tövsiyə edirəm ki, bax, hardasa çıxış eləyirsinizsə, məkanı tanıyın. Başa düşün ki, ora sizin yəni dostunuzdur, tanışınızdır, sizə müsbət enerji verən bir yerdir. Çünki psixologiya belə işləyir ki, bilmədiyi bir şeyi özünə düşmən bilir. Mən ilk dəfə getmişəm və qarşımda insanlar əyləşib, artıq şuuraltım deyir, onlar sənə qarşıdır, sənə baxırlar, səndə səhv axtarırlar, kimsə güldü, 100% mənə gülür, bir-birinə söhbət elədilər, bəlkə mənim nəyisə görünüşümdə problem var. Bu məsələlər ortaya çıxırsa, mən həyəcanlanıram. Mən ona görə bayaq niyyət məsələsini gətirdim ki, sizin niyyətiniz onların fikirlərində deyil, özünüzdədir. Mən bugün gəlmişəm ki, sizə yaxşı informasiya verim, gedim. Brian Tracy'nin çox gözəl bir sözü var. Mən deyərdim ki, yəqin mənim ilk mentorlarımdan biri odur. O deyir ki, bir yerə gedəndə düşünməyin ki, mən necə eləyim ki, burada hamının məndən xoşu gəlsin. Düşünün, mən nə edə bilərəm ki, burada hamı mənə nifrət eləsin. O zaman beyin o gərginlik blokundan çıxır. Yəni, mən nifrət eləməmək üçün çalışmıram, amma mən sadəcə olduğum kimi olacağam. Və həmin vaxtda da, bəli, elə auditoriya olur ki, yenə də deyirəm, sənə aqressiya göstərir. Qayıdıb mənfi bir söz deyə bilər. Və artıq zamanla sən onların da öhdəsindən gəlsin. Emosional cavab vermədən, maraqlı fikriniz var, zəhmət olmasa gəlin bura. Adətən həmin adamlar ən arxa sırada oturanlar olur və səsini oradan çıxardıb səhnəyə gəlmək istəmirlər. Amma mən hər dəfə düzdür, az olub, cəmi bir dəfə olub məndə, amma o bəyi dəvət eləmişəm səhnəyə, o gəlib mənim yanıma və indiyə qədər o mənim izləyicimdir. Mənim çox aktiv bir izləyicimdir. Könüllülərin arasındaydı və anladığım qədər onu istəmədən gətirmişdilər. Yəni könüllülərə adətən seçim vermirlər də hansı təlimə qoşulacaqsan və hamı əyləşib, o da arxada belə özündən razı şəkildə belə kresloya oturub. Mən dedim ki, kim cümlə deyər və o cümlə kimidir də, amma cümlənin kontekstində belə bir məqam var idi ki, siz güya nitq təlimçisisiniz. Mən dedim ki, bəli, yaxşı cümlədir. Hansı intonasiyada dediniz onu? Çünki biz səs tonlarından danışırdıq. Filan söz. Zəhmət olmasa gələ bilərsiniz bura. Ondan sonra danışdıqca ortaya çıxdı ki, bəli, ailədə bacı biraz qaldırılıb, qardaşı biraz basıblar aşağı. O səbəbdən qızların liderliyinə qarşı, qadınların danışığına qarşı uşağın içində hansısa bir məqamlar var və onun xoşuna gəlmir. Və bu ondan qaynaqlardı. Yəni Aynurə ilə bir əlaqəsi yox idi. O ilk dəfə həyatında məni görürdü. Bəlkə də sonra unudacaqdı, gedəcəkdim. Ona görə də hər kəsin problemi özü ilə bağlıdır, bizlə bağlı deyil. Və bunu yavaş-yavaş özümüzdə inkişaf etdirdikcə görürük ki, əslində hamı doğulanda çox günahsız, balaca uşaqlar oluruq, düzdürmü? Gülərüz. Sonra həyatda olan bəzi problemlərdən, hadisələrdən biz get-gedə dəyişirik. Məncə burada açar sözü tapdıq. Nitq təlimçisi həm də yaxşı psixoloq olmalıdır. Ona görə yaxşı vurğuladınız ki, psixologiya və psixoterapiya təlimlərdə keçmisiniz və bir vacib məsələdə toxundunuz. Mənim fikrimcə çox vacib məsələdir bu. Dediniz ki, bir gün əvvəldən gedin və zalın rənginə baxın. Bu da yəqin vacib məqamdır. Çox vacib. Yəni seçdiyiniz geyimə görə, yəni məsələn qırmızı əgər səhnədirsə və yaxud da zaldırsa, siz qırmızı rəngdə giyinsəz, orada o zalla, səhnə ilə tandem təşkil edib itib batacaqsınız və demək olar ki, həm insanların gözü yorulacaq, həm də ki, siz orada bir lider kimi, təlimçi kimi, hamının diqqəti yönəlməli olan bir şəxs kimi olmayacaqsınız artıq. Bu çox vacib məqamdır. Bəli. Burada təqdimatın da rolu var. Məsələn, mən deyirəm ki, təqdimatınız həddindən artıq parlaq da olmamalıdır, sizi kölgədə saxlamamalıdır. Geyindiyiniz ayaqqabınız, saçınız hansı formada olacaq, hansı rəngdə geyinin, güzgünün qabağında bir gün öncə danışın. Yəni, həmin paltarda, həmin formatda özünüzü hiss eləyin. Necə hissdir? Hətta bizdə video tapşırıqlar da olur. Mən deyirəm ki, özünüzü videoya çəkin və necə olacaqsınızsa orada, həmin geyimdə, həmin düşüncədə, həmin həyəcan hissi olacaqsa orada olun. Və sonra baxın və özümüzə kənardan baxdıqca psixologiya belədir ki, o bildikcə o çox yumuşalır, ona rahat gəlir. Hə, mən artıq bunu eləmişəm. Yəni ikinci dəfə bura gedəndə heç bir problem yaranmır ki, mən çəkinim. Heç olmasa məkanın deyirəm videosuna baxın.
ki təqribi özünüz üçün tutun ki, bəli, bu sağda nə bilim filan kreslo var idi, solda bu stol var idi, masa belə qoyulmuşdu. Bu belə məqamları maraqlıdır. Yəni beyin artıq ilk kimi qəbul eləmir onu, artıq tanış bir obyekt kimi qəbul edir. Və Aynura xanım, nitqdəki parazit sözlər, ifadələr, yəni bir natiqin başına gələ biləcək ən pis şeydir bu. Yəni əgər bir insan nitqində parazit sözlərdən, ifadələrdən istifadə edirsə, ona heç natiq də demək olmaz. Bəs nitq təlimçisi kimi həmin parazit sözləri necə çıxarmaq olar digər insanın nitqindən? Adətən tövsiyə edirəm ki, pauza. Bəzən olur ki, adətən təlimin sonuna qədər bu itir. Amma ilk təlimlərdən bu təkrarlanırsa, adam deyir və tez onun yadına salırsan. Bunu niyə dedin? Məsələn, parazit hansısa bir kəlmə deyək ki, bir xanımda var idi, o tez-tez deyirdi ki, deməli. Deyirəm ki, özünüzü təqdim edin. Deməli, mənim adım Ülviyədir. Deməli, bax, deyirəm ki, mənim adım Ülviyədir. Bəs deməli nədir orada? Fərqinə varmaq lazımdır. Bir neçə dəfə fərqinə varandan sonra söz deyir, ay çaşdım deyəcəkdim, amma demirəm. Yəni bir fərqinə varırıq, sonra söz gələndə özümüzü dayandırırıq və ondan sonra da artıq beyin bir filtr qoyur elə bil, o sözləri kənarlaşdırır. Eləcə də parazit səslər və parazit sözlər və varvarizmlər. Yəni eyni qaydada xarici dildən dilimizə keçən sözlər, müasir dövrdə biraz türk sözləri çoxdur və yaxud da bu korporativ mühitdə olan ingilis sözləri. Bəzi insanlar bunları artıq elə qəbul ediblər ki, onlarsız nitqi heç cür təsvir eləyə bilmirlər. Yəni mən özüm gedəndə təlimlərdə, korporativ mühitlərdə bir də onu accept elə də, nə bilim, brainstorm eləyək bir dənə. Yəni tərcüməsini tapa bilərik. Yəni brainstorm sən deyə bilərsən ki, gəl beyin fırtınası eləyək. Sadəcə dil, ayda eyni şey deyil Aynura xanım. Bu beyin fırtınası nədir? Qəribə səslənir. Nə qədər ki biz bu fikirləri özümüzdən təcrid edəcəyik ki, yox Azərbaycanca yaxşı çıxmır, o qədər də bu yaxşı çıxmayacaq. Amma dilimizə oturduqca artıq biz başlayacağıq ki, bəli, Azərbaycan dilində səlis, doğru, düzgün danışa bilirik. Və Aynura xanım deməyək də beyin fırtınası idi. Bu biraz yəni ChatGPT-nin tərcümə elədiyinə bənzədir. Brainstorm, beyin fırtınası. Deyək ki, məsələn, bizim dilimizdə var axı bu ifadə. Gəlin biraz beynimizi işlədək. Yəni bu sözdən istifadə eləmək olar da. Beynimizi işlədək ifadəsini biz istifadə ediriksə, nəyə görə məsələn brainstorm əvəzinə onu istifadə etmək və yaxud da məsələn forward deyirlər. Forward elə filan mesajı mənə, nə bilim support elə filan şey, bəli, sinə razıyam. Belə sözlərdən, belə ifadələrdən team building çox istifadə olunur son vaxtlar korporativ mühitdə və ən nifrət elədiyim parazit ifadələrdən biri də nəticə etibarilə sözlü ifadəsidir. Deməli mən o qədər qıcıqlandırmıram, amma nəticə etibarilə kiminsə nitqində nəticə etibarilə sözünü işləndə, yəni bu bilirsiniz hətta nəticədə sözünü demək belə artıqdır. Siz bitmiş fikri ifadə edirsinizsə cümlənizlə, məlum məsələdir ki, nəticəni deyirsiniz artıq, çatdırırsınız və nəticə etibarilə filan şey oldu. Nəticə etibarilə filan şey oldu. Aynura xanım, indi sosial şəbəkələrin populyarlığı dövrüdür və sosial şəbəkə dırnaqarası hər bir adamı bir natiqə çevirib. Hamı elə düşünür ki, telefonun ön kamerasını açıb, orada öz natiqlik bacarıqlarını nümayiş etdirə bilər bütün dünyaya. Təəssüf ki, belədir də. Və belə mühitdə biz öz nitqimizin saflığını necə qoruyub saxlayaq? Əlimizdə smartfondur gün ərzində. Uşaqlar, yeniyetmələr, gənclər, hətta natiqlik bacarıqları tələb olunan şəxslər belə, natiqlik bacarıqları vacib olan şəxslər belə smartfonda kiminsə nitqinə baxmaq məcburiyyətindədirlər. Niyə hamı özünü bir natiq hiss edir, hesab edir müasir dövrdə və bununla mübarizə aparmaq üçün, ələkdən keçirmək üçün bu natiqləri nə etmək lazımdır? Mənə elə gəlir ki, ən yaxşı ələk zamandır və müəyyən müddətdən sonra hər şey öz yerinə oturacaq. Çünki adətən danışanda mən deyirəm ki, bax, insanlar ilk mərhələdə olurlar özgüvənsiz, sözlərini deməyə çəkinirlər, bu şəkildə sən Allah mənə söz verməyin. Sonra ikinci mərhələyə keçirlər. Bir-iki dənə bu podkasta baxırlar, nə bilim, bir dənə təlimə gedirlər, bir seminara gedirlər, deyirlər, ay Allah, sən demə mən necə ağıllıyammış, gəlin mən danışım. Və həmin adamı susturmaq olmur. Və sonra bir kamillik mərhələsi var, üçüncü mərhələ. Artıq sən o susmaq qızıldır prinsipini doğru şəkildə istifadə eləyə bilirsən. Sənə söz veriləndə danışırsan, verilməyəndə susursan, hətta 100%
cavabını bildiyin suallara belə zaman olanda bəzi məqamlarda sən susmağa üstünlük verirsən. Və bu da artıq müəyyən müddət, bəlkə zaman tələb eləyir, bəlkə yaş, təcrübə və o deyir ağac bar verəndə başını aşağı əyər. Amma əgər ağac ayaq üstə durub, başını dik durub, mən bunu bilirəmsə, belə danışım, sizin hamınıza öyrədim, bəli, sosial şəbəkələr hamımızın əlindədir və görürük ki, bu necədir də. Və təəssüf ki, biz buna hal-hazırda filtr qoya bilmirik. Yəni, düşünürəm ki, inşallah yaxın gələcəkdə bu yavaş-yavaş öz yerinə oturacaq. Aynur xanım, çox vaxt belə bir ifadədə, belə bir fikirdə eşidirik ki, bizdə uşaqlar özlərini ifadə etməkdə çətinlik çəkirlər. Məsələn, deyirlər ki, hər hansı bir xarici ölkədə rus uşağı olsun, türk uşağı olsun, ingilis olsun, fərq etmir. Uşağa hər hansı bir sual verəndə elə səlis cavab verir ki, elə gözəl ifadə edir ki özünü. Amma bizim uşaqlardan nəsə soruşanda ya bu parazit hərflərin uzadılmasından istifadə edəcək, ya da ümumiyyətlə sualın cavabını verə bilməyəcək. Bu nə ilə bağlıdır? Bizim valideynlərimiz bayaq sizin dediyiniz kimi uşaq səsini çıxaranda deyir, sən uşaqsan, otur uşaq yerində. Bununla bağlıdır, amma bu daha çox milleniallara, bizim nəslimizə yəni şamil olunacaq sözdür də. İndiki uşaqlara əksinə ifadə azadlığı verilib, onlar özlərini tam rahatlıqla ifadə edə bilərlər. Valideynlər çünki uşaqların fikirlərindən hesablaşırlar bu alfa nəsli ilə, Z nəsli ilə. Amma yenə də baxırsan ki, uşaqlar öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Nə ilə bağlıdır bu? Nigar xanım, bir Louisa Hay var, yazıcı. Bəli. Xanımın çox maraqlı bir sözü var. Deyir ki, biz qurbanların qurbanlarıyıq. Və əgər bizim valideynlərimiz belə olubsa, hansısa bir məqamda o bizə də keçib. Və özümüz də fərqinə varmadan bəzən uşaqlara deyirik ki, sən sakit otur, gözdə böyük sözünü qutarsın, sonra danışarsan. Mənim hava limanında 6 illik təcrübəm var və mən bütün millətlərin nümayəndələrini görmüşəm. Hansı uşaq harda oturmaq istəyir, nə etmək istəyir, nə sifariş eləmək istəyir. Onlar valideynindən təsdiq cavabı gözləmirlər. Başını qaldırıb valideynin reaksiyasına baxmırlar və birbaşa seçim eləyirlər. Bizimkilər nə qədər də olsa fərq hiss olunur. Davranışdan, baxışlardan, səs tonundan. Yəni mən də valideynəm, mənim də övladlarım var və mən deyə bilmərəm ki, mənim övladlarımı bir ingilis övladları kimi böyütmüşəm. Xeyr, çünki bu bir böyük sistemdir. Bunu yalnız Aynurə bacaracaq və yaxud da Nigar bacaracaq deyil. Burada bəli, bağçadan tutmuş, məktəb, valideyn, sosial mühit, mağazalarda belə. Uşaqları bizim dövrdə necə olub? Uşaqları çox da belə ciddiyə almayacaq bir məhfum kimi baxılıb da. Uşaq çay içməz, məsələn də. Uşaq danışmaz. Əsas böyüklərdir. Yəni şəxsi bir bilmirəm də məxluq kimi istifadə olunublar. Belə kobud da çıxsa ifadəm. Düz, Allaha min şükür, mən bu tərəfdən hər dəfə yaxşı olmuşam. Yəni mənim sözüm həmişə eşidilib evdə. Amma və maksimum dərəcədə də bacardığımı onu uşaqlarıma yəni yönləndirmişəm, bacardığımı, yəni mənim düşüncəmdə. Bəlkə kənardan Nigar xanım baxar, deyər ki, Aynur xanım, bax siz övladınıza filan şeydə həddindən artıq ciddi çərçivələr qoymusunuz, amma bunu eləmək doğru deyil də. Bu da artıq mənim valideyn təşəbbüskarlığımı deyim və o da artıq məni böyüdənlərdən az da olsa qalandır. Və düşünürəm ki, müasir dövrdə uşaqlar bunun üçün bir böyük, ciddi, nə bilim, güc tələb eləmir onlar üçün. O qədər gadgetlarda, o qədər telefonlarda bir-biri ilə tez-tez danışmağa üstünlük verirlər ki, bəziləri bunu öz komfort zonaları hesab eləyirlər. Yəni çox da belə şəxsi ünsiyyətə yer vermirlər. Bəziləri və mən fərqli yeniyetmələrlə çalışıram. Dövlət məktəbində, özəl məktəblərdə, xaricdə yaşayan hal-hazırda tələbələr var ki, valideynlər istəyirlər ki, onlar ingilis dilinin içində Azərbaycan dili bacarıqlarını da qorusunlar və nə qədər böyük fərq var. Cəmiyyətin nə qədər böyük fərqi var. Onlarda bir çərçivə yoxdur. Bax, sənə deyir ki, sən bu imtahanı verəcəksən. Sənə qayıb yazılmır, sənə heç bir problem yoxdur. Nə istəyirsən elə, amma nəticədə bunu verəcəksən. Sən əgər həyatda uğurlu olmaq istəyirsənsə, bax, sənin yolun budur. Müstəqilliyə tez çatırlar. Bizdə asılı olmağa üstünlük veririk. Və asılı olan adamda müstəqil olmur. Müstəqil olan adamda infantillik, bu da uşaq. Və müəyyən yaşa gəlib çatandan sonra, mama mən nə geyinim?
Yəni mənim üçün sən seçim elə, bu kimi şeylər ortaya çıxır. Hətta bir dənə test var idi. Biz yeniyetmələr adətən gələndə soruşuram ki, restorana gedəndə özün yeməyi seçirsənmi? Yoxsa deyirsən ki, qoy valideynim seçsin. Və yaxud da belə psixoloji bəzi suallar çıxır ki, mən deyirəm ki, valideyn deyəndə ilk assosiasiya olunan 3 sözü denən mənə. Kimi deyir ki, tabu, kimi deyir ki, sevgi, kimi deyir ki, dayı, kimi deyir nənə. Yəni o qədər fərqli anlayışları var uşaqların. Yəni bu 3-5 yaşında uşaqlardan getmir. 16, 17, 18 yaşında gənclərdən gedir söhbət. Həmin anda ortaya çıxır ki, bəli, sən demə uşağın valideyn və qadağa. Niyə səndə valideyn qadağa sözü ilə assosiasiya olunur? Və qız deyir ki, mən siqaret çəkmək istəyirəm, anam qoymur. Səncə niyə qoymur anan? Bilmirəm, o istəmir, mən istədiyimi eləyim. Deyirəm, sən bilirsən Azərbaycanda bax belə məqamlar var. Birincisi sənin sağlamlığın var. İkincisi sosial mühit var. O da istəmir onun qızı haqqında belə sözlər. Və qız dayanır, düşünür. Belədir də, adam ailənin içində olan valideyninin sözünə o qədər fikir vermir. Kənardan bir söz deyəndə ona tez fərqinə varırsan. Və qız elə bir fərqinə varmışdı ki, həmin vaxtda ki, sən demə, anam mənim yaxşılığım üçün onu deyir. Sadəcə bunu həddindən artıq çox müzakirəyə yer vermək lazımdır. Deməli, ana demək istədiyini düzgün formada çatdırmayıb. Bəli, qadağa formasında, bəli. Və göz kontaktı qurun, bax, valideynlərlə çox işləyirəm. Mənim auditoriyam 30-un üstü insanlardır. Deyirəm, heç olmasa uşaqla danışanda o göz kontaktını kəsməyin. O sizdən kəsmirsə, siz də kəsməyin. Yəni, sən danış, aha qızım eşidirəm, hə, telefon, buyur, danış. İşlə əlaqədar mən də telefonda çox vaxt keçirirəm. Kompüter, telefon, gadjetlərin içindəyik. Amma gününüzün hansısa bir məqamını, o emosional bağı bərpa eləyin. Çünki o zaman sən onunla yaxın olacaqsan. O zaman özgüvən birinci valideynlərdən gəlir. Kimsə gəlib soru deyəndə ki, Aynur xanım uşağım özgüvənsizdir, cəmiyyət içində sözünü deyə bilmir. Münasibətlər necədir? Mütləq ki, qırıqlıq var münasibətlərdə. Məncə çox vacib bir məqamı da vurğuladınız Aynur xanım. Düzgün nitq, natiqlik bacarığı həm də dinləmək bacarığından formalaşır. Mən sizə təşəkkürümü bildirirəm. Minnətdaram ki, gəldiniz və verilişimizin ənənəvi sualı var. İstəyirəm o sualı sizə ünvanlayım. Zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Yəqin gələcək daha maraqlıdır. Bayaq danışdığımız mövzulardan qaynaqlanaraq demək istəyirəm ki, görüm həmin o filtr prosesi necə bitib, nəticə necə olub. Bir baxıb qayıdardım, görüm hər şey yaxşıdırmı? Təşəkkür edirəm mən sizə. Natiqlik təlimçisi Aynur xanım Qayınbayeva bu gün Zaman Maşınında mənimlə həmsöhbət idi əziz dinləyicilərimiz. Hər birinizə minnətdaram. Çalışın ki, səlis, doğru danışasınız və demək istədiklərinizi çatdırmaqda heç bir problem yaşamayasınız. Yenidən eşidilmək ümidi ilə özünüzə və planetə yaxşı baxın.